Kimdə nə cürdür bilmirəm. Mən kökələndə bilmirəm. Hiss eləmirəm ki, mən kökəlirəm. Heç arıqlayanda da bu dəqiqə hiss eləmirəm. Elə bilirsiniz, mən başa düşmüşəm ki, mən 12 kilo 300 qram arıqlamışam. Bədənim onu dərk eləmir. Yəni arıqlamışam, tərəziyə çıxıram, görürəm arıqlamışam. Amma bu dəqiqə elə bir hissim var ki, elə bir dağların, yeməyin hamısı mənim qarnıma dolur. O qədər toxam. Suyu çox içirəm, o da düzdür. Yəni su davamlı su yanımdadır da, yəni variant yoxdur. Ulə xanıma minnətdaram. Referans Wellbeing'in baş həkimi Ulə xanıma minnətdaram ona görə ki, mənə hansı yeməyin sağlam olduğunu anlattı. Mənə həyatımda ən qiymətli mən olduğumu anlattı. Mənim yuxularımı, sağlam yuxularımı, sağlam hərəkətimi bərpa etməyə kömək etdi. Həftəlik inyeksiyalar sayəsində, sistemlər sayəsində bədənimi detoks etdi. Böyrəyimi, qaraciyərimi, dalağımı 15-20 yaş cavanlaşdırdı. Özümü gümrah hiss edirəm, özümü idmançılar kimi hiss edirəm. Arıqladığım zamanda sallanmıram, dərim belə deyim, əsnəmir. Yəni gözə çarpacaq dərəcədə əsnəmir. Biraz təbii ki, bu normalda toparlanana qədər üz cizgilərim yerinə qayıdıb. 12 kilo 300 qram hal-hazırda arıqlamışam və bunu Monjarosuz eləmişəm. Vəssalam. Əgər bir gün ürəyim istəyərsə tort yemək, onu da yeyəcəm. Amma o tortun haqqını verib yeyəcəm. Mən bilirəm ki, bir tort 700 kaloridir təxmini. Bir dilim. O 700 kalorini 2 saat yeriyəcəm. Sonra tortu yiyəcəm. Mən bilirəm ki, işləməyən işləməz. Öpürəm hamınızı. Sağlam yaşamağı öyrənin. Ürəyimdə çörək yemək istəyəndə gedib bir təndir çörəyini alacam. Qoyacam qarşıma. Onu belə təzə pendirlə, diş-diş, göz-göz olan pendirlə, nə bilim, təzə yağla, o üzünə, bu üzünə, suyu damanı, yağı damana qədər belə deyim də bandıracam bir-birinə belə və onu yiyəcəm, bir gün onu yiyəcəm, istəsəm. Ta yeməyi çörəklə yemək eləməyəcəm. Bu olmaz. Yeməğini yiyi də. Yemək istə yeməğini yiyi də. Çörəyin nə günahı var yalanla? Yox, mən çörəksiz yemək yiyəmirəm. Qələt edirsən, öz başqasan, çörəksiz yemək yiyəmirəm. Yeməğini ye, bəyquş. Yeməğini ye, bəyquş.